Dövlət Sosial Müdafiə Fondu 2025-ci ilin ilk 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17.500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını yitirməyə görə pensiya təyin edilib. 2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəndədir. Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuş. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10%lik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur. Yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13% çox olmaqla 2 milyard 715 milyon manata çatıb. Bəs xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli-Nevski, bəs xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli-Nevski 24 açıqlamasında deyib ki, cari ilin yanvar ayından etibarən pensiyaların məbləği artırılıb və ilin sonuna doğru bu sahədə əlavə qərarlar verilə bilər. Ümumiyyətlə, 2025-ci ildə bütün işləyən şəxslərin əmək haqqısının artım faizi qədər 2026-cı ildə pensiyaçıların pensiyaları artacaq. Bunu qanunvericiliyə salıblar və hər il avtomatik şəkildə bu davam edir. Bu o deməkdir ki, cari ildə maaşlar nə qədər artarsa, gələn il pensiyalarda məhz bu artım faizi ilə indeksasiya olunacaq. Hazırda əmək haqqılarındakı artım tempinə əsasən 2026-cı ildə pensiyalarda təxminən 10% artım gözlənilir. Ekspert qeyd edib ki, 2024-cü ilin sonunda ölkə başçısının imzaladığı fərman bu sahədə daha ciddi dəyişikliklərin də mümkün olduğunu göstərir. Xalid Kərimlinin sözlərinə görə həmin fərmanla Nazirlər Kabinetinə 3 ay müddətində təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı təkliflər təqdim etmək tapşırılmışdı. Ancaq bu məsələdən artıq 3 aydan daha artıq zaman keçməsinə baxmayaraq artım müşahidə edilmir. Bu yubanmaya səbəb neftin qiymətindəki azalma ola bilər. Neft gəlirləri dövlət büdcəsinin əsas mənbələrindən biri olduğu üçün onun qiymətindəki dəyişikliklər birbaşa sosial siyasətə təsir göstərə bilir.